Uşaqların çox sevdiyi bu şirniyyat. Bunun tərkibində nələr var? Qeyd etmişəm. Unutmayın. Halal, sağlıqlı qidalardır. Haram isə sağlığımız üçün zərərlidir. İndi isə nə var? Qırmızılar təhlükəli və daha riskli qidalar sinifində. Dəyərli bacı, qardaşlarım, əzizlərim, mən məlumat üçün bildirim. Əlbəttə, burada yanlış fikirlər yazanı olacaq. Mən bu işləri Allah rızası üçün edirəm və fikrimi bölüşürüm. Bu məhsul bildiyimiz kimi Avropada istehsal olunur. Araşdırmışam. Dünyanın ən böyük 3-cü şirniyyat şirkətidir ki, elə məhz bizə də zərbəni övladlarımızdan vururlar. Nəticə etibarilə bu həm zərərlidir, həm də haramdır. Mən öz fikrimi bildirdim. Artıq bu sizin öz rəyinizdir. Alarsınız da, almarsınız da siz bilərsiniz. Amma mən bu məhsulu artıq nə yaxınlarıma, nə əzizlərimə almayacağım. Bu mənim öz fərdi fikrimdir. Gələn həftə mövzumuz nə olacaq? Gələn çəkilişdə mənim avtomobilimdə daim istifadə etdiyim Mentos. Bu məhsul. Saqqızı, bax beləsi. Sən demə, bunun içində nələr var? Gələn verilişdə gəlin bərabər izləyək.